Öğrenciləri, mən Günel müəllimə. Bugün sizlərlə üstü və loqaritmik tənliklər və bərabərsizlər mövzusunun testlərinə baxacağıq. Deməli, hansı ki, DİM-in yeni nəşr test toplusundandır. Başlayırıq birinci sualdan. Birinci sualda deyir ki, LCX bərabərdir 2 minus LC5. Gəlin belə eləyək. Loqaritmaları keçirdək bir tərəfə. Məlum məsələdir, bunun hansı əsasdandır? 10 əsasdan loqaritmadır. Uşaqlar, əsasları eyni olan loqaritmanı, daha doğrusu belə deyək, 10-dursa, əsaslar eynidirsə, bu 5x toplama vurmaya gəlir, bərabər edirsiniz 2-yə. Biz loqaritmada nə danışdıq həll edərkən? Dedik ki, bu böyük 0 olmalıdır və yazırıq 5x olduğu kimi 10 üstü 2. 10 üstü 2 neçə elədi? 100. 100-ü 5-ə böləndə 20. 20 də şərti ödədiyi üçün, nə şərtini ödədiyi üçün 20 loqaritmanın bu təyin oblasını ödəməlidir. Keçir ikincisinə. Loqaritma x plus LC4 bərabər 2-yə. Bunu bir-birinə toplama vurmaya gəlir, 4x eləyir və bərabər 2-yə. Deməli, 4 üstü x, 4x böyükdür 0-dan, x 0-dan böyük olmalıdır, bu məlum. Bir də həll eləyirsiniz, 4x olduğu kimi köçürdünüz, 10 üstü 2, yəni 100. X da bərabərdir 25, həqiqətən də bu şərti ödəyir. Növbəti üçüncü üstü tənlikdir. 2 üstü x üstə gəl 2. 16-nı da yaza bilərsiniz, 16-da 1, 2 üstü mənfi 4. Çünki 2 üstü mənfi 4, 16 eləyir. X plus 2 nəyə bərabərdir? Mənfi 4-ə. X da bərabərdir mənfi 6-ya. Deməli, mən əsasən abituriyentlərə buradan səslənirəm ki, hansı ki testləri həll edirəm, düzdür, bəzən oxşarlarında yazıram. Amma siz çalışın ki, videolardan istifadə edərkən testlərin eynisini, sual eynidirsə, onu özünüz sərbəst şəkildə yazın və mahiyyətini tamamlamağa çalışın. Ln verilib. Ln loqaritm y əsaslandı. Y əsasdan 2x minus 5 bərabər 0. 2x minus 5 nə götürülməlidir? 0-dan böyük. Həmçinin 2x minus 5 bərabər y üstü 0, yəni 1. 2x bərabərdir 6-ya, x üstü. 3-də baxın, bu şərti ödəyir, müsbətə çevirir, deməli kökü A-dır. Növbəti, yenə ln, 5-ci sual. Ln 3x minus 8, ilk öncə böyük götürürəm 0-dan. Və 3x minus 8-i köçürürəm. Ln y-dir, y üstü 0, yəni 1. 3x bərabərdir 9, x da bərabər 3. 3 bu şərti ödəyirmi? Bəli. Deməli, bunun da cavabı 3. Davam edirik. 6-cı üstü tənlik. 5 üstü 9. 25-i yaza bilərikmi ki? 5 üstü 2. Onun da üzəri x plus 1,5. 5 üstü 3x bərabərdir 5 üstü 2x üstə gəl 3. 3x bərabər 2x plus 3. X da bərabər 3 şəklində tənlikdir. Cavab C variantı. 7-ci suala baxırıq. 3 üstü 4x bərabər 27-ni yazırsınız. 3 üstü 3, onun da üstü x plus 1. Baxın, 3 üstü 4x bərabərdir 3 üstü 3x üstə gəl 3. İndi 4x bərabər 3x plus 3. Çünki əsaslar eynidirsə üstlər bərabərdir. X-ları bir tərəfə yığın, ədədlər də bir tərəfə, x-imiz eləyəcək 3. Davam edirik. Növbəti elcə yenə loqaritm 10 əsasdan bir tənlik. Loqaritm 3x minus 2 bərabər 0 tənlik. 3x minus 2-ni ilk öncə 0-dan böyük götürürsünüz. Və 3x minus 2 bərabərdir. Bura 10-dur, bu da 0-dır. 10 üstü 0. 3x minus 2 bərabər 1. 3x bərabərdir 3-ə, x da bərabər 1-ə. 1 kökü bu şərti ödəyirmi? Təyin oblasından ödəyir. Deməli, bunun cavabı D variantıdır. Davam edirik 9-cuya. 9-cu tənlikdə LC 4x minus 3 bərabər 0. 4x minus 3 böyükdür 0-dan. 4x minus 3 bərabərdir 10-dur, bu 10 üstü 0. 4x minus 3 bərabər 1-ə, 4x bərabər 4-ə, x deyir 1. X 1-dirsə, siz oradan kökünü də rahatlıqla tapa bilərsiniz. Davam edirik, 10-cu suala baxırıq. 10-cu sualda loqaritm 3 əsaslandı. Baxın, loqaritmik tənliyi həll edənlər
İlk öncə siz bunun qaydasını, nəzəriyyəsini bilin ki, biz 2x minus 3-ü hökmən sıfırdan böyük götürürük ki, yəni bunu ödəyən kökləri. 2x minus 3-ü köçürdürəm, 3 üstü 2-ni hesablayıram, yəni 9-u. 2x bərabərdir 12-yə, x da bərabər 12-ni 2-yə böldünüz 6. Bu 6 kökü buranı ödəyirsə, bəli, siz onu qəbul edə bilərsiniz. 11-ci suala baxırıq. Loqaritm 2 əsasdan 1 plus 3x bərabər 4-ə. 1 plus 3x bərabər 2 üstü 4-ə. 3x bərabərdir 15-ə. 2 üstü 4 16 edir, 16-dan 1 15. O x də bərabər 5. Amma siz nə etməlisiniz? 1 plus 3x-i sıfırdan böyükdə götürməlisiniz və bu 5 bu şərti tam ödədiyi üçün kök 5-dir. Növbəti 12-ci tənlik üstü tənlikdir. 0 onda 3. Onda 3-ü belə yaza bilərikmi? Onda 3 üstü x. Digər tərəfdə düzgün olmayan kəsrə çevirin. 99-da 100. 9-da 100. Bu onda 3x-dir. Deyəcəksiniz, müəllim, bu da nə var ki, 3-də onun kvadratıdır. Amma sağla solda bir uşmamazlıq var. İşarələr yerlər düz gəlmir. Siz onda belə edin. Onda 3 üstü x-i saxlayın. Digər tərəfi yazın 10-da 3 üstü mənfi 2. Yəni yerlər tərsinədirsə mənfi ilə işi qurtara bilərik. X da bərabər olacaq mənfi 2. Harda var deydə. 13-ə baxırıq. 0 onda 7-ni yazıram belə. 10-da 7 üstü x. Digər tərəfi düzgün olmayan kəsrə çevirəndə 49-da 100. 10-da 7 üstü x bərabərdir. Bunu yazıram 7-də 10 üstü 2. Və yenə də ədədlər tərsidir bir-birinin. Ona görə bunu yazırsınız. 10-da 7 üstü mənfi 2. X da bərabər olacaq mənfi 2. Bu da belə. Davam edək. Növbəti baxırıq, deməli 14-cü suala. 14-cü sualda deyir, kökü hansı aralıqdadır? Hamıya məlumdur ki, 2 üstü 3 yazıla bilər, 8. 5x minus 6 bərabər 3-ə, 5x bərabərdir 9-a, x-imiz bərabərdir 1,8-ə. 1,8 hansı aralıqda yerləşən bir kökdür? 1,8 1 ilə 0 ilə 1 arasında yerləşən bir kökdür. O da harda var? Burada artıq var. Çünki 1,8'dir. Daha doğrusu, bağışlayın, C variantında. Çünki 1 ilə 2 arasındadır. Burada 0-dan 1-ə qədərdir. Devam. Növbəti 15-ci suala. 2 üstü 6x plus 7. 32-ni də yazarım 2 üstü 5. 6x plus 7'miz bərabərdir 5'ə. 6x'imiz bərabər mənfi 2'yə. X da bərabər mənfi 2 bölü 6'ya. İxtisarlasaq mənfi 3'də 1. Mənfi 3'də 1. Mənfi 0'dan 10'da 4'də 3'dür. Harada yerləşir? Təbii ki, Y variantında. Mənfi 1 ilə 0 arasında. Biz həmişə dərslərdə də bunu keçərkən birinci bu formulu yazırıq ki, x bərabərdir. Belə tənliyi həll edəndə loqaritm A əsasdan B. Yəni bunun kökü loqaritm 3 əsasdan 5. Bunun kökü loqaritm x 2 əsasdan 3. Davam 18'ə baxırıq. Məlum məsələdir, loqaritmaların əsasları eynidir. Toplama da ortada. Bu toplama nəyə gələcək? Vurmaya. 5 əsasdan 18. İki tərəfdə loqaritma eynidir. Əsasları 5, 5'dir. Bunlar gedər. X da bərabər 18. Deyir, hansı intervala düşür? 18, 17'nin 21 intervalına düşür. 19-cu suala baxaq. Loqaritma 7'dən x, 7'dən 4. Bu eləyəcək 7'dən 4x. Bu da eləyəcək 7'dən 24. Əsasları eynidir. 4x 24'dür. X neçədir? 6. 6 harda yerləşər? 5 ilə 8 arasında. Növbəti suala baxırıq. 7'də 3 üstü x. Bunu yazıram. 3'də 7'nin kvadratı. Hansı ki görürsünüz ki burada sadəcə əksi, tərs ədədlərdir. Onda bunun yuxarıya əksini yaz. Mənfi 2 yaz. Düzələcək. Yerləri düzələndən sonra artıq x əsaslar eyni oldu. X da mənfi 2 cavabı çıxır. Baxaq 21-ci suala. 3'də 5 üstü x bərabərdir 25'də 9. 25'də 9 yəni 5'də 3'ün kvadratıdır.
İndi yenə düz gəlməməzlik var burada. Bunu yazırsınız 3-də 5 üstü x. Bu tərəfə isə yazırsınız 3-də 5 üstü mənfi 2. Deməli, x neçədir? Mənfi 2. Cavab Y variantı olur. Növbəti 22-ci sual. 2 üstü 2 minus 2x 32-də 2 üstü 5-dir. Əsaslar eynidir. Əsaslar eynidirsə üstlərin bərabərləşdiririm. X da bərabərdir mənfi 1-ə. Bu olacaq, deməli, A variantı. Keçirik növbəti tənliyə. Növbəti tənlikdə 3 üstü 5x üstə gəl 14. 81 də 3 üstü 4-dür. 5x üstə gəl 14 bərabər 4-dür. 5x bərabərdir mənfi 10-a. X da bərabərdir mənfi 2-yə. Deməli, doğru cavab Y variantı. Növbəti loqaritmik tənlik yenə, amma bəsit loqaritmik tənlikdir. Elci x bərabər mənfi 2-də 1. Baxın, x-imiz öncə 0-dan böyük olmağı bacarmalıdır. Elcinin əsası 10-dur. X bərabər 10 üstü mənfi 2-də 1. 10 üstü mənfi 2-də 1-də 1 bölünsün kök altda 10 deməkdir. Burada da kökün istəyir sizdən, cavab A variantı olacaq. Davam edirik 25-ci sualdan. 2 üstü mənfi x plus 1 bərabər 2 üstü 5-ə. Əsaslar eynidir. Mənfi x üstə gəl 1 bərabər 5-ə. Mənfi x bərabərdir 4-ə. X da bərabər mənfi 4-ə. Cavab Y variantı. Növbəti yenə loqaritmik tənlikdir. Loqaritm 3-cü dərəcədən 2 5x minus 1 bərabər 6. Birinci növbədə 5x minus 1 sıfırdan böyük olduğu qəbullanmalıdır. Sonra 5x minus 1-i köçürdürəm və 3-cü dərəcədən 2-ni 6-cı dərəcədən qüvvətə yüksəldirəm. 5x minus 1 bərabər 2 üstü 2 4. 5x bərabərdir 5-ə. X da bərabər 1. X 1 olanda da ödəyir. Deməli, tənliyin kökü 1-dir. Növbəti tənliyin köklər cəmini soruşur. 3 üstü x kvadratı 81 3 üstü 4-dür. X kvadratı bərabər 81. X 1 9-dur. O birisi kökdə mənfi 9-dur. Bunların cəmləri nə qədər eləyir? 0. Olacaq B variantı. Davam edirik. Növbəti yenə üstü tənlikdir. Heç düşündünüzmü ki, bu 28 nömrəli tənlikdən 3 üstü x-i çıxartmaq mümkündür. Qalır 1 plus 3 üstü 1. Yəni 3. 3 üstü x vurulsun 4 bərabər 36. 3 üstü x bərabərdir 9. X da bərabərdir 2. Deməli, doğru cavab Y variantı. 29-cu suala baxırıq. 3 üstü x plus 2 bərabərdir 3 üstü. 3-də 1-i yazıram. 3 üstü mənfi 1. Bunun da üstü x minus 3. 3 üstü x plus 2 bərabərdir. 3 üstü mənfi 1-i buna vursam, mənfi x topla 3. Əsaslar eynidir. Deməli, üstlər bir-birinə bərabər olmalıdır. Bərabər olmalıdırsa əgər, onda bu verəcək bizə x üstə gəl x bərabər 1. 2x 1-dirsə, x-ımız da 2-də 1-dir. Deməli, bu da 0,5 B bəndi olur. Davam edirik 30-cu sualda. Yenə də üstü tənlik. Baxın, 3 üstü x plus 1-i köçürürəm. 27-də 1 3 üstü mənfi 3-dür. X plus 1 deməli mənfi 3-dür. Mənfi 3 çıx 1, bu da mənfi 4. C variantı eləyir. 31-ci suala baxaq. 5 üstü x kvadratı minus 2x. 125 5-in kubudur. Deməli, x kvadratı minus 2x bərabərdir 3-ə. X kvadratı minus 2x 3-ü bu tərəfə keçirdirəm. Minus 3 bərabər 0. X minus 3, x plus 1 bərabər 0. Tənliyim bir kökü 3-dür. Bir kökü isə mənfi 1-dir. Deməli, tənliyin səndən soruşur kiçik kökünü tap. Kiçik kökü mənfi 1 olacaq. Bu 32-də onlandır. Məncə yaza bilərsiniz rahatlıqla. Gəlin 33-ə keçək. Çünki o saat bəsitdə artıq tənlik. Baxın, buradakı hər bir şeyi 3-ə gətirəcəksiniz. 27-nin 3 üstü 3 yazın. Bunu yazın 3 üstü 2-də 1 x. 9-u yazıram 3 üstü 2 üstü 3x minus 2. Vur 3 üstü 2-də 1. İndi baxaq. Böləndə üstlər çıxılır. 3 üstü 3 minus 2-də 1 x. Buranda 3 üstü vurub açıram 6x minus 4.
Üstecel 2'də 1. Və əsaslar eynidirsə üstlər bərabərdir. İndi x-ları bir tərəfə yığaq. 6x çıx 2-də 1x. Üstecel 2-də 1x. 7 çıx 2-də 1. Baxın, bu 6-dan 2-də 1 x eləyir. 7-dən də 2-də 1 çıxanda 6-dan 2-də 1 eləyir. Böləndə bir-birinə nə verəcək? Sizə cavabı 1 verəcək. Bu da oldu 33-cü sual. Baxırıq 34-ə. 34-də nə etmək olar? 34-cü suala diqqətli baxaq. 2 üstü 3x vur. 9-u yazırsınız. 2 üstü 3-ün kubu və yaxud elə belə yazın. 9 yazın. Onsuz da ixtisar gedəcək. 1 bölü 3 üstü x. Bunlar gedəcək. Burada qalacaq 3. 2 üstü 3x bərabərdir. 2 üstü 3 bölünsün x. Əsaslar eynidir. Üstlər bərabərləşəcək. Buradan çıxacaq ki 3x kvadratı bərabərdir 3-ə. X kvadratı 1. Və x bərabərdir plus minus 1 olacaq. Doğru cavab. Tənliyin cavabı Y variantı. Növbəti suala baxırıq. 35. 3 üstü x bərabərdir. 27-ni yazırsınız. 3 üstü 3 üstü 2 1 bölü 2 x. Vur 3 üstü 4'də 5. Əsaslar eyni olanda üstlər sadəcə toplanır. 3'ü 2'də 1'ə vuranda 2x da 3. Üstəcəl 4'də 5. 4'də 5 elədi. Bəli, doğrudur. 3 üstü x. Elə birbaşa gəlin yazaq. Əsaslar eynidir. Üstlər bərabərdir. Bunları ortaq məxrəc 4x-dir. Burada isə 4x qalır. 6 plus 5x bərabərdir x-a. Çarpaz vursaq 4x kvadratı bərabərdir 6 üstə gəlinsin 5x-a. İndi x-ları bir tərəfə keçirək. 4x kvadratı minus 5x minus 6 bərabər 0. Hasili və cəminə görə tənliyi həll eləməyə çalışaq. Gəlin. Deməli 25 diskriminantını tapaq. Diskriminant bərabərdir. Diskriminant 25 çıxılsın. 4 vur 4 vur mənfi 6. 25 üstəcəl 96. 121. Kökünü tapaq. Köklər üstü mənfi 5. 5 plus minus 121 bölünsün 8. Bunun da bir kök eləyəcək deməli nə qədər? Bir dənə diqqətli baxaq. Biz 35 nömrəli sual eləyirdik. Müsbət kökünü istəyir. 121-i hər kökdə yazaq. 11. 5 plus minus 11 bölünsün 8. 16-nın 8-i 2 eləyir bir kökü. O bir kökü mənfi eləyir. Bizə müsbət kökü lazımdır. Davam. Növbəti 36-cı tənlikdə baxın ikisinin də qüvvəti x-dır. Onları bir mötərizənin içərisinə atıram. Bərabərdə 64'də 27. Bunlar getdi 4, bunlar getdi 3. Qalır 4'də 3 üstü x. Bu bərabərdir 4'də 3'ün kubuna. X-ımız da nəyə bərabərdir? 3'ə. Davam edək 37-ci suala. 37-ci sual. 37-ci sual deyir. 4'də 3'dür. Baxın, əsaslar eyni olmasa da üstlər eynidir. Onları bir mötərizənin içərisinə ata bilirsiniz. 64'də 27. Bu 9 ilə 3 gedir 3. Burada da 4. Eləyir cavab 3'də 4 üstü x bərabər 4'də 3'ün kubu. X da bərabərdir. Yəni istəyirsiniz axıra qədər gedək. Burada yazaq 4'də daha doğrusu bunu yazaq 3'də 4 üstü x. Digər tərəfə yazaq 3'də 4 üstü mənfi 3. Deməli x neçə olacaqmış? Mənfi 3. Yerləri fərqli olanda, tərs olanda bu şəkildə yerini dəyişmək lazımdır. Keçirik 38-ci suala. 38-ci suala bir diqqətli baxsanız. 5 üstü x minus 1. Bax bu 10 üstü x-i saxla. 2 üstü mənfi x nədir? 1 bölü 2 x değil mi? Baxın 2 üstü mənfi x 1 bölü 2 üstü x-dir. Mən onu bölmə şəklində yazdım 10 üstü x-a. Vurulsun 5 üstü x plus 1.
5 üstü x minus 1 bərabərdir. Bunu buna böləndə 5 üstü x vur 5 üstü x plus 1. Sadələşdirsəm 5 üstü x minus 1 bərabərdir. 5 üstü sağ tərəfi toplayıram. Əsaslar yenilsə üstlər bir-birinə bərabərdir. X bərabər mənfi 2 olur. Doğru cavab D bəndi. Davam edək 39-cu suala baxaq. 39'da da həmçinin 6 üstü x'ı, baxın burada 3 üstü mənfi x var. Bunu yazıram 1 bölü 3 üstü x. Vurulsun 2 üstü 2x plus 1 bərabər 2 üstü 2x minus 1. Bunlar bir-birinə böləndə 2 üstü x vurulsun 2 üstü 2x plus 1 2 üstü 2x minus 1. Buranda üstlər toplanır. Bunda olacaq deməli 2x'ın kvadratı üstə gəlir 2x bərabər 2x minus 1'e. 2x'lar islah getdim. 2x kvadratı. Deməli bircə dəqiqə baxaq görək düzmü yazı yox. Burada bir xətamız oldu. Burada üstlərin toplayanda 2x ilə 2x plus 1'i toplayıram. 2x, 3x üstəcəl 1 eləyir. Bərabər 2. İndi doğrudur. X'ları bir tərəfə keçirdirəm. X deyəcək mənfi 2. Y variantı. 40-cı sual. Kökdən azad etdim birinciyə. Kökdə 5'i yazın 5 üstü 2'də 1. Bu daha rahat olacaq. 5 üstü 4 x 25'te 1'i də yazın 5 üstü mənfi 2. Vuranda üstlər toplanır. 2'də 1 üstə gəl. 4 x. Burada da 5 üstü mənfi 2. 2'də 1 üstə gəl 4 x bərabərdir mənfi 2'yə. 4 x bərabərdir mənfi 2'də 1'ə. Və ən axırda da mənfi 2'də 5 vur 4'də 1. Mənfi 8'də 5. 41-ci suala baxaq. 41-ci suala. 41-ci sualda yazıb ki, kök addı 3 vurulsun 3 üstü 2x bərabərdir 9'da 1 tənliyini həll et. Deməli, bunu yazıram 3 üstü 2'də 1. Uşaqlar 3 üstü 2x. 9'da 1 də 3 üstü mənfi 2'dir, düzdürmü? Bu 3 üstü 2x üstəcəl 2'də 1 verir. Vuranda topladıq üstlərin. Əsaslar eynidir. Deməli, qüvvətlər bir-birinə bərabər olacaq. Bu bərabərdir mənfi 2. 2x bərabərdir mənfi 2 çıxılsın 2'də 1. 2x bərabərdir mənfi 2'də 5. X da bərabərdir. Tərsinə vururam. Mənfi 2'də 5'i vururam 2'də 1'ə. X da bərabər olacaq mənfi 4'də 5'ə. Yəni mənfi 1,25'ə. Davam edək 42-ci sualdan. 42-ci sualda fikir versəniz 8 üstü x plus 1'dir. Siz onu parçalayın. Yazın 8 üstü x vur 8 üstü 1. Minus 5 vurulsun 8 üstü x. İndi fikir verin. Hərəsindən 8 üstü x'ı çıxarsam qalacaq 8 çıx 5. 8 çıx 5 bu bərabərdir 24'ə. 8 üstü x bərabərdir. Bu eləyir cavabı 3. 24'ü 3'ə böldün elədi 8. Deməli bunun da qüvvəti 1'dirsə x da 1'dir. Növbəti loqaritmik tənlikdir. Deməli, loqaritm 5x kvadratı minus 6 bərabərdir LC 5x minus 6. Əks tərəfə keçirdirəm. Və biz loqaritmanı keçəndə necə deyirik həllin? Deyirik ki, əgər loqaritmadırsa, əsasları eynidirsə iki tərəfin. Bəli, siz 5x kvadratı minus 6'nı bərabərləşdirirsiniz 5x minus 6'ya. Lakin burada nəyə diqqət etməlisiniz? Siz burada 5x minus 6 sıfırdan böyük ədəd olmalıdır. Həmçinin 5x kvadratı minus 6 da sıfırdan böyükdür. Deməli 6'lar hər ikisi getdi. 5x kvadratı minus 5x bərabər 0. Buranın hər tərəfin 5'ə böləndə x kvadratı minus x bərabər 0. X vurulsun x minus 1 bərabər 0. Bir kökü 0 və bir kökü isə 1. Deməli tənliyin kökləri 0 və 1. Amma gəlin görək hansı? Yəni ilk baxışdan gedib orada D variantını vurmağa tələsməyin. 5 vur 0 çıx 6 mənfi eləyir. Mənfi 6 eləyir, ödəmir. 5 vur 1 çıx 6 mənfi 1 eləyir, bu da ödəmir. Deməli bu tənliyin 2 kökünü tapdığı ikisi də ödəmədi. Cavab olacaq C variantı. 44-cü suala baxaq. Baxın burada loqaritma yenə də 3x kvadratı çıx 7'ni bərabərləşdirirsiniz LC 3x çıx 7'yə. Burada nəyə fikir verin? Loqaritmalar eynidir. 3x kvadratı minus 7'ni bərabər eləyəcəksiniz 3x minus 7'yə. 7'lər islah getdi. 3x kvadratı çıx 3x bərabər 0 deyə natamam kvadrat tənliyi alındı. Uşaqlar, amma yaddan çıxarmayın ki, yenə də bu sıfırdan böyük, bu sıfırdan böyük yazılacaq.
Və buradan 3x'i çıxardıram. X minus 1 bərabər 0. 3x bərabərdir 0. X da bərabərdir 1 və 0. İndi baxın. 2 kökün ikisini də bura yazsanız 3'ü 1'ə vurun, çıxın 7'ni mənfi. 3'ü 0'a vurun, çıxın 7'ni yenə mənfi. Deməli, hər ikisi mənfidirsə, ödəmədiyi üçün yenə tənlimizin kökü boş çoxluq. B variantı düzgün cavab olur. 45-ci suala baxaq. 45-ci sualda isə loqaritma 4 əsasına. Baxın, bu sualda loqaritmanın 4 əsasdan, bax bu hissədə olan ifadəni, yəni 5 minus loqaritma 3 əsasdan 2x plus 1-i bərabər eləyin 4 üstü 1-ə, yəni 4-ə. Loqaritm 3 əsasdan 2x plus 1 isə bərabər olacaq 5 çıx 4, o da 1-ə. İndi loqaritmik tənliyi həll eləyəndə həmişə nə deyirdik? Deyirdik ki, 2x plus 1 böyükdür 0-dan, 2x plus 1 də bərabərdir 3 üstü 1-ə, yəni 3-ə. İndi gəlin tənliyin kökünü tapaq. 2x bərabərdir 2-yə, x 1-dir. 1 kökü ödəyirmi? Bəli. Deməli, bu tənliyin kökü Y variantı olacaq doğru cavab. 46-ya baxırıq. 46-da da həmçinin bu hissəni olduğu kimi köçürürəm. 6 minus loqaritma 5 əsasdan 3x üstəgəl 2 bərabərdir. 5-i birinci dərəcədən qüvvətə yüksəldəndə 5. İndi bu hissəni köçürürəm aşağı, hissə. Loqaritma 5 əsasdan 3x plus 2. 6-dan 5 çıxdıq, elədi 1. 3x plus 2 buradan nəyə bərabərdir? 5-in üzəri 1, 5. Buradan 3x bərabərdir 5 çıx 2, 3. X da 1. Və loqaritmanın təbii ki, təyin oblastdan ödəməlidir bu 1. 1 oranı müsbətə çevirilmir, bəli. Deməli, onda kökümüz yenə də 1 cavabı olur. Növbəti tənlik kvadrat tənliyə gətirilən tənliklərdəndir. Baxın, bu misalı 2 üstü 2x vur 2 üstü 1 minus 9 vurulsun 2 üstü x üstəgəl 4 kimi yazmaq olar. Bu 2 üstü 2x, 2 üstü x-in kvadratı deməkdir. İndi burada biz t əvəzə məsələsində aparıb da eləyə bilərik. Və yaxud, baxın, burada t əvəzə məsələ aparsam 2 üstü x-a bir t desəm, 2 üstü x-a bir t desəm, olacaq 2 üstü t kvadratı minus 9t plus 4 bərabər 0-a. Kökün tapsaq, 81 çıx 36, 32, 49, 7 edir. 9 plus minus 7 bölünsün 4. Baxın, bunlar T1, T2'dir. Deməli, bunun bir kökü eləyəcək 16 bölü 4, 4, bir kökü. Digər kökü də eləyəcək 9-dan 7, 2-də 1. İndi siz nəyə bir T demişsiniz? 2 üstü x-a T demişsiniz. Bunu bərabərləşdirirsiniz bir dəfə 4-ə. Sizin tapdığınız hələ T'lərdir. Bir dəfə də 2 üstü x-i bərabərləşdirirsiniz 2-də 1-ə. 2 üstü x bərabərdir 4-ü yazıram 2-nin kvadratı. 2 üstü x bərabərdir, bunu da yazıram 2 üstü mənfi 1. X-i 2, x-in mənfi 1 olacaq doğru cavabı. 2 ilə mənfi 1 köklərinin cəmi 1 eləyəcək doğru cavab B variantı. Davam. 48-ci suala baxırıq. 48-də isə bunu yazırıq. 3 üstü x-in kvadratı. Baxın, bu 2x plus 1-i bu şəkildə parçalayıram. Minus 10 vurulsun 3 üstü x plus 3 bərabər 0. Siz 3 üstü x-a indi bir t deyin. Olacaq t kvadratı. 3t kvadratı minus 10t plus 3. Diskriminantını tapıram. 100 minus 36. Bərabər 64. İndi kökün hesablayayım. T1, T2 kökləri. 10 üstəgəl 8 bölü 2. Bir dəfə də 10 çıx 8 bölü 6 daha doğrusu. Bir kök eləyəcək 18 6-ya 3. Bir kökü də eləyəcək 6-da 2, yəni 3-də 1. İndi siz nəyə t dediniz? Bax, buna t demişsiniz. Bir dəfə 3 üstü x-i bərabərləşdirirsiniz T1 bir kökünə. Yəni 3-ə. Bir dəfə də 3 üstü x-i bərabərləşdirirsiniz 3-də 1-ə. Baxın, bunun kökü eləyəcək x 1-dir. Bu görünür. Burada isə 3-də 1 nə deməkdir? 3 üstü mənfi 1, x mənfi 1-dir. Köklərinin cəmini istəyir. Köklərinin cəmi də 0. D variantı. Keçək növbəti suala baxaq. 49-cu sual. Baxın, 5-də 1, 5 üstü mənfi 1-dir.
Loqaritma 5 əsasdan 3'də 1'dir. Loqaritma 2 əsasdan 4 minus x. Burada loqaritma, baxın burada 5 üstü. Loqaritma 5 əsasdan 3'də 1'i. Üstü mənfi 1'dir. Onu keçirdirəm yuxarıya. Loqaritma 2 əsasdan 4 minus x-dir. Və indi bir şeyə fikir verin. Bu 5'lər eynidir. Qaldı yerdə 3'də 1 üstü mənfi 1. Yəni 3 bərabər loqaritma 2 əsasdan 4 minus x. Və fikir versək görərik ki, burada 4 minus x bərabərdir 2 üstü 3'ə. X 4 minus x 8, x mənfi 4. X madam ki mənfi 4'dür, bir də ödədiyib ödəmədiyinə baxaq. Bunu sıfırdan böyük şərtin ödəyir. Deməli kökü mənfi 4 olacaq. Davam edirik 51-ci sualla. Baxın, üstü tənlikdir. Hər birinin içərisində 7 üstü x var. 7 üstü x-i mötərəzi xaricinə çıxardım. Birincidə qalacaq 7 üstü 2. İkinci tərəfdə qalacaq 7 üstü 1 və 1. Diqqətli baxsaq mötərəzənin içərisi 57 eləyir. 57, bunda da surətdə 57 var. Hər iki tərəfdən bunu əslində bölürsünüz. Böləndə zaten bunlar ixtisar gedəcəyi üçün mən birbaşa yazıram. 7 üstü x bərabər 49'da 1. 7 üstü x bərabər 49, 7 üstü mənfi 2 olduğuna görə bu da 49'da 1'dir. 7 üstü mənfi 2 eləyir. Və cavabımız olacaq A variantı. Davam edək. 3 üstü x plus 2 minus 3 üstü x plus 1 plus 3 üstü x bərabər 21. Buradan da hamısından 3 üstü x'i çıxarın. Qalır 3 üstü 2 minus 3 plus 1 bərabər 21. 9 minus 3 plus 1 bu eləyəcək 3 üstü x vur 7 bərabər 21. 3 üstü x bərabər 3 və x 1 eləyir. Deməli tənliyin kökü olacaq 1. Davam edək növbəti sualla. X üstü loqaritm x əsasdan 1 plus x kvadratı və bərabər 9. Baxın, bu loqaritmada əsas loqaritmik eynilikdir. Lakin bir şey unutmayın ki, bu loqaritma heç vaxt 1 ola bilməz. Əsası və x sıfırdan böyükdür. Bunu eyni olduğu üçün bunlar getdi. Belə deyək də, x-lar eynilikdir. 1 plus x-in kvadratı bərabər oldu 9'a. 1 plus x bir dəfə bərabər olacaq 3'ə. 1 plus x bir dəfə bərabər olacaq mənfi 3'ə. X bərabər 2, x da bərabər mənfi 4. 2 ödəyir, amma mənfi 4 kökü ödəmir. Çünki x müsbət olmalıdır. Deməli, tənliyin kökü B variantıdır. Keçirik növbəti suala. Bax, yenə də həmçinin 54'də loqaritmanın nəyi ödəyib, nəyi ödəmədiyini bilməlisiniz. X əsasdan 1 minus x kvadratı bərabər 16'ya. X müsbət və x birdən fərqli olmalıdır. Eyni olduğuna görə bunlar getdi. 1 minus x kvadratı bərabər 16 və 1 minus x bərabər 4 və mənfi 4'ə. Mənfi 4'ə. 1 minus x bərabər 4 isə x mənfi 3'dür. 1 minus x mənfi 4 isə x 5'dir. Mənfi 3 ilə 5. Tənliyin mənfi 3 kökün ödəməz, amma 5 ödəyər. Cavab C variantı. 55-ci sualda isə 3 üstü x plus 1 bərabərdir. 9'u yazıram 3 üstü 2. 3 üstü x plus 1 bərabərdir 3 üstü 3'də 2. X plus 1 bərabərdir 3'də 2. X da bərabərdir 3'də 2 çıx 1. Yəni mənfi 3'də 1. Deməli, tənliyin kökü B variantı olar doğru cavab. Davam edirik 56-cı sualla. 56-cı sualda fikir verin 5 üstü x plus 1 olduğu kimi yazılır. 25 5 üstü 2'dir. Yəni 5 üstü x plus 1 bərabər 5 üstü 3'də 2. Əsaslar eynidir. Üstlərin bir-birinə bərabərləşdirsə qüvvətlərin olacaq 3'də 2 çıx 1. Yəni mənfi 3'də 1. Mənfi 3'də 1 də harda var? D variantında. 57-ci suala keçid edək. 7 üstü 3x plus 6 bölünsün 3 bərabərdir. Baxın, bu 7 üstü 1'dir. Bu digəri də 7 üstü 2'də 1'dir. Yəni 7 üstü 3x plus 6 bölünsün 3. Bundan qüvvətlərin bir-birindən çıxanda 7 üstü 2'də 1. Əsaslar eynidir. Deməli, qüvvətlər bərabər olmalıdır.
İndi gəlin həll eləyək bunu. Buradan 3'ü çıxara bilərsiniz. X plus 2 qalar. 3 dərc edər. 2 vurulsun x plus 2 çarpaz vuranda 1 alınır. X plus 2 bərabər olacaq. 2'də 1'ə. Mənfi 1,5 olar. Mənfi 1,5 də harda var? 3 bölü 2 A bəndində var. 58-ci suala baxaq. 4-cü dərəcədən 16'nı yazıram 2 üstü 4. Bunun da üzəri x minus 3. Burada da 8 2'nin kubudur. Bu da 2 üstü 2'də 1'dir. Hesablasaq 2 üstü 4 vurulsun x minus 3 bölü 4. Burada da eləyəcək 2 üstü 2'də 2 üçün 6 o da 1 5. Çıxanda üstlərin 2'də 5. Bu 4'lər elə üstdən getdi. Qaldı x minus 3 qüvvətində bərabər 2'də 5. X da bərabər 3'ün üstünə gəlirsən 2'də 5 2,5 deməkdir. Cavab edər 5,5. Yəni cavab A variantı. Davam edək. Deməli 2 loqaritma 59-cu sualda. Baxın bu 3 önə keçəcək. 3 əsasdan x. Bu 3'ü keçirtdi önə. Digər tərəfdən də 20 önə keçəcək. Amma bir şey unutmayın ki, burada cüt dərəcə keçirtisisə müsbət yaranmalıdır. Modulda yaranmalıdır daha doğrusu. Amma x əgər burada müsbətdirsə, kubikdə qala bilirsə x. Deməli bu x müsbət ədəddir. Onda olur 6 loqaritm 3 əsasdan x üstə gəl 26 loqaritma 3 əsasdan x. 26 loqaritma 3 əsasdan x bərabər 52'yə. 3 əsasdan x bərabər 2'yə. Deməli x-imiz bərabərdir 3 üstü 2, yəni 9'a. Davam edək. Deməli 60-cı sualda isə yazır 2 loqaritm 5 əsasdan x üstü 7'dir. Plus loqaritm 5 əsasdan x üstü 4'dür. Bərabər 36. Bax fikir verin burada nəyə? Siz yazacaqsınız 2 loqaritma. 7'ni önə atırsınız 5 əsasdan x. Burada da 4 loqaritm 5 əsasdan modulda x. Lakin bu 7 2'nin 14, bu da x əgər özündə tək dərəcədən loqaritma işarəsi altında qala bilirsə, deməli x müsbətdir. Onda moduldan müsbət çıxacaq və alınacaq 5 əsasdan x üstə gəl 4 loqaritma 5 əsasdan x bərabər 36. Həll eləsək tənliyi 18 loqaritma 5 əsasdan x bərabər 36 və buradan çıxır ki 5 əsasdan x-imiz bərabərdir 2'yə. O zaman x-imiz nəyə bərabərdir? 5 üstü 2, yəni 25'ə. Cavab C variantı. Davam edirik. Deyir funksiyanın təyin oblastını tap. 61-ci sual. Təyin oblastı nədir? Belə deyək, üstü funksiyadır. Üstü funksiyanın üzəri hər bir ədədə alır. Lakin bu məxrəcdədir deyə x heç vaxt 0 ala bilməz. Ona görə bunun təyin oblastı mənfi sonsuzluq 0, 0 müsbət sonsuzluq olur. Cavab B variantı. Növbəti tam hissə soruşur 62-də. 3 üstü x bərabər 15'dir. 3'ün qüvvətlərini nəzərinizə gətirin. 3'ün kvadratı, 3'ün kubu. Bu 9 eləyir, bu 27 eləyir. 15 bu aralıqda bir yerdə yerləşəcək. Deməli bu x-imiz 2 ilə 3 arasında bir ədəddir. Yəni 2 tam neçədir? 2 tam neçənin də tam hissəsi 2 olacaq. Doğru cavab. 63-cü suala gəlincə isə elcə x-i köçürdüm. Baxın, bu 2'də 1'i A-nın qüvvətinə verirəm. Loqaritma A üstü 2'də 1. 3'ü S-nin qüvvətinə verirəm. Loqaritma 10 əsasdan S üstü 3. 2'ni də B-nin qüvvətinə verdi. Loqaritma B-nin kvadratı. Loqaritma 10 əsasdan x bərabərdir. Elci kök altında A. S kubu və minus B kvadratı. Loqaritma x bərabərdir loqaritm. Kök altında A. S kubu toplama vurmaya gəlir. Bölünsün B kvadratı. A kök altında A vur S kubu bölünsün B kvadratı. Bu da cavab B'də var. 64-cü sualda isə görürsünüz ki, bu əsas loqaritmik eynilikdir. 2 əsasla eynidir. Qalır x kvadratı üstə gəl 4 bərabər 4x-a. 4x-i əks tərəfə keçirsəz nə alarsınız? Müxtəsər vurma düsturu. Fərqin kvadratı. Əgər bir ifadənin kvadratı 0-dırsa, özü də 0-dır. Deməli x-imiz nədir? 2.
Məncə bu sadədir. 66-nı yaza bilərik. 66-cı sualda isə kök altda 3x vurulsun kök altda 2x bərabərdir. Baxın bu 6-dır. Bu da 6 üstü 5-də 1-dir. Bu verəcək bizə kök altda 6x. Bu da verəcək 6 üstü 1-in üstünə 5-də 1 gələk 5-də 6. Bunun cavabı eləyəcək 6 üstü x böl 2. Çünki kökün dərəcəsi 2-dir. Bu da eləyəcək 6 üstü 6 böl 5. X böl 2 bərabər 6 böl 5. Bunu çarpaz vursaq 5x bərabərdir 12. X da bərabər 12-ni 5-ə böləndə 2,4. Y variantı eləyər doğru cavab. Keçirik 67-yə. Yenə də baxın 67-ci sualda da 5 üstü x 3 üstü x bu verəcək sizə 15 üstü x. Bərabərdir 15. O da 15 üzəri 4-də 1. Bu verir bizə 15 üzəri x bölü 2 bərabərdir 15 üzəri 1. Bu da 4-də 1. Cavab eləyəcək 4-də 5 toplayanda. X bölü 2 bərabərdir 15 bölü 4-də. Çarpaz vururam. 5 vur 2 bərabər 4x. X bərabər 2,5. Cavab Y variantı olur. 68-ci suala baxırıq. 68-ci sualda loqaritma kvadratı x minus 5 loqaritm x plus 6 bərabər 0-dır. Burada loqaritmaya bir t də deyib həll etmək olur. Loqaritma x-a bir t deyirək. Və yaxud birbaşa da vuruqlara ayıra bilirsiniz. Mən əksərən bu yolla həll edirəm. İndi istəyən abituriyentlərimiz bu yolla da yaza bilərlər. Elcə x-a t demədən hasili 6 vuruqlara ayırıram. Cəmi 5 olan ədədlər. Hansılardır? Mənfi 2 ilə mənfi 3. Yazın bunu belə. Elcə x çıx 2 birbaşa. Elcə x çıx 3. İndi baxın. Elcə x minus 2 hasil 0-a bərabərdirsə bu da 0-dır. Loqaritma x minus 3 bu da 0-dır. Loqaritm elcə x bərabər 2-yə loqaritma 10 əsaslandırsa x bərabər 10 üstü 2. Yəni 100. Bu dəfə də alınır loqaritma x bərabər 3-ə. X da bərabərdir 10 üstü 3-ə. Yəni 1000. Bir kökü 1000'dir, bir kökü 100'dür. Cavab olacaq B variantı. 69-cu suala baxırıq. Deməli, yenə də yazır loqaritma 10 əsasdan x-in kvadratı. Minus 77 loqaritm 10 əsasdan x plus 12 bərabər 0. Hasili 12 cəmi mənfi 7 verən ədədlər mənfi 3 mənfi 4'dür. Siz yazırsınız loqaritm 10 əsasdan x çıx 3. Loqaritm 10 əsasdan x çıx 7 bərabər 0. Deməli, çıx 4 daha doğrusu başlayın. 4 bərabər 0. Bir dəfə yazırsınız loqaritm 10 əsasdan x minus 3 0'dır. Bir dəfə də yazırsınız loqaritm 10 əsasdan x minus 4 0'dır. Buradan çıxışı loqaritma 10 əsasdan x 3'dür və x 10 üstü 3'dür. Yəni 1000'dir. Loqaritma 10 əsasdan x bərabər 4'də, x bərabər 10 üstü 4'dür. Yəni 10.000'dir. 10.000, bu da 1000. Harda var 10.000'dən 1000? Cavab D bəndində var. Keçirik 70-ci suala. Əgər sizdə üstü tənlik verilibsə və tənliklərin əsasları tərs ədədlərdirsə, onda necə eləməlisiniz? Tənliyin bir tərəfinin qüvvətini mənfiyə vurun. Yəni bunu yazırsınız 5'də 3 üstü mənfi 1 üstü 2x plus 1. Bu şəkildə. Burada da eləyir 5'də 3 üstü mənfi 3x minus 1. 6x minus 7 bərabər mənfi 3x minus 1. 6x plus 3x bərabərdir mənfi 1 üstə gəl 7. 9x bərabərdir mənfi 6. X da bərabərdir 6 bölünsün 9. Yəni 3'də 2 cavab C variantı olur. Davam edək. Deməli 71-ci tənlikdə də həmçinin baxın 7'də 2 üstü 3x plus 1'i saxlayıram. Hansı tərəfi istəsəz yerini dəyişə bilərsiniz. Bu tərəfin tərsini tapıram və qüvvətini mənfiyə vururam. Yəni bunu yazıram 7'də 2 üstü mənfi 1 və üzəri 5x minus 3. Bunu da mənfiyə vuranda mənfi 5x üstə gəl 3. Artıq əsaslar eyni olur bu formada yazandan sonra. Əsaslar eynidirsə üstlər bərabərdir və bunları bir-birinə bərabərləşdirirəm. Bu eləyəcək 3x üstə gəl 5x bərabər 3 çıx 1. 8x bərabər 2. 2 böl 8 x da 4'də 1 eləyir. Cavab C variantı.
Növbəti 72-ci suala fikir verin. 72-ci sualda loqaritma 2'də 1 plus x-i saxlayıram. Çıxması loqaritmanın bölməyə gəlir. Loqaritma. Baxın 2'də 1'i bölürsüz x-a. Tərsinə vurmaq lazımdır. Tərsinə vuranda da nə alınacaq? 1 bölü 2x. Artıq görürsünüz ki, hər iki tərəf oldu loqaritma. Yaxşı, hər iki tərəf loqaritma olsa nə etmək lazımdır? Birinci 2'də 1 üstəgəl x-i sıfırdan böyük və 1 bölü 2x-i sıfırdan böyük götürmək lazımdır. Daha sonra əsaslar loqaritmada 10 əsaslandı. 2'də 1 plus x bərabər 1 bölü 2x-a. Ortaq məxrəc 2x-dir. Hər tərəfini 2x-a vururam. 2x-a vuranda burada qalır x, burada qalır 2x kvadratı, orada qalır 1. 2x kvadratı üstə gəlinsin x, çıxılsın 1 bərabər 0. Kökünü tapaq. Diskriminant bərabər 1 üstə gəlinsin 8 və 9, mənfi 1 plus minus 3 böl 4. Bir kökü eləyir mənfi 1, bir kökü də eləyir 2'də 1. İndi görək hansı kök bunu ödür? Mənfi 1 ödəməz, çünki mənfi 1 üstə 2'də 1 gələndə müsbət ədəd verməz. Deməli bunun kökü 2'də 1'dir. O da A variantında var. Növbəti tənlikdə də həmçinin 73-cü tənlikdə loqaritma 10 əsasdan 3'də 2 üstəgəl x olduğu kimi saxlayıram. Bu tərəfdə isə bölmə aparıram. 3'də 1 x-a böləndə 1 bölü 2x. Həmçinin burada da bu da sıfırdan böyük. 1 bölü 2x da sıfırdan böyük olmalıdır. Və əsaslar eyni olduğu üçün bərabərləşdirirəm. 3'də 2 plus x-i bərabərləşdirirəm. 1 bölünsün 3x-a. Hər tərəfini vuracam yenə nəyə? 3x-a. 3x-a vursam əgər nə alınır? Burada 2x plus 6x kvadratı bərabərdir 1'ə. 6x kvadratı plus 2x minus 1 bərabər 0'a. Kökünü tapmaq üçün diskriminant hesablayıram. 4 üstə gəl. 6 4'ün 24. Bircə dəqiqə burada baxaq görək düzmü yazdıq təni. Deməli 3x 3x'a düz vurduq. Aha. 3x'a vurduq. Burada səhv yazmışıq. Hə, burada bir xəta eləmişik. 6x kvadratı yazmışıq. Buradan getdi. Deməli 3'lər getdi. Burada 2x qaldı. Burada isə 3x'in kvadratı qalır və minus 1. 3x'in kvadratı plus 2x minus plus 1. Hə, burada biz bir dəqiqə işarəni dəyişək. Bu plus 1 deyil, minus 1'dir. Bu plusdur çünki. Hə. İndi artıq düz oldu. Bilirsiniz burada nə yanlış yazmışıq? Bura mənfi 1 yazmışıq. Əslində amma müsbət 1'dir. Bunu artıq görürsünüz. İndi bunu hamısını keçirdəndə bir tərəfə bu artıq minus 1 olur və diskriminantı eləyir 4 üstəgəl 12 16. Kökləri də eləyəcək x1 2 bərabərdir. Mənfi 1, mənfi 2 plus minus 4 bölünsün 6. Bir kök eləyəcək mənfi 1, digər kök eləyəcək 2 bölünsün 6, yəni 3'də 1. 73 bu şəkildə. Keçirik 74'ə. 74'də diqqətli baxsanız, loqaritmanın dərəcəsi yenə də cütdür. 4'ü yazırsınız 2'nin kvadratı. Bunu da yazırsınız x plus 7'nin kvadratı. Və loqaritma 8'dən 27'ni yazırsınız 2'nin kubu, 3'ün kubu. Plus loqaritma 2 əsasdan 5. Deməli, buradan alınır ki, loqaritm 2 əsasdan. Baxın, bunun da dərəcəsi 2'dir, bunun da dərəcəsi 2'dir. Düzdür, 2'ləri önə keçirdirsiniz. Amma modulda x plus 7 yazılır və bu bərabərdir. 3'ü 3'ə böləndə etdi 1. Bu da elədi 2 əsasdan. Burada yazırıq deməli, loqaritma 2'dən 3 və üstə gəl loqaritma 2'dən 5. Göründüyü kimi, loqaritma 2 əsasdan x plus 7 bərabər olur loqaritma 2 əsasdan 15. Deməli, əsaslar eyni olduğu üçün x plus 7'miz 15'ə bərabər olur. Yəni, bəzən uşaqlar orada modulsuz çıxartdığı üçün tənlikdə yanlışlığa səbəb olur bu. Və kökləri bir kökü alır. X 8 və x plus 7 mənfi 15. X-imiz da eləyər mənfi 22. Mənfi 22 ilə 8'in cəmi də nə qədər verəcək bizə? Mənfi 14. Doğru cavab D variantı olacaq. Keçid eləyək növbəti 75-ci suala. Loqaritma x kvadrat əsasdan 36 bərabər bir tənliyin həll eləmək üçün isə, baxın, x kvadrat əsasdan 36 bərabərdir 1. X kvadratımız bərabərdir 36'ya. Və buradan x nəyə bərabərdir? Plus minus 6'ya. Hər ikisi bunun köküdür, çünki kvadratdır. Davam eləyirəm.
77 ilə, çünki digəri də onun tərzdə bir sualdır. 7 üstü x minus 4, x minus 2 bərabərdir 1 tənlik. Hər birimizə məlum məsələdir ki, qüvvətlərin veriləndə biz tənliyi əgər sağ tərəfi 1-dirsə, 7 üstü 0 kimi yazırıq. Əsası üstü 0 olan cəmiyyət şəklində və buradan görünür ki, x minus 4, x bir dəfə bərabər 0, bir dəfə də x minus 2 bərabər 0. Tənliyin bir kökü 4, bir kökü 2, tənliyin köklər cəmi 6 edər D variantı. Keçirik 78-ə. 78-də deyir ki, 8 üstü x üstəgəl 2, x üstəgəl 3 və bu bərabərdir 1-ə. 1-in yerinə nə yazırsınız? 8 üstü 0. Əsaslar bərabərdirsə qüvvətlər də bərabərdir deyirik və bir kökü x bərabər mənfi 2, x bərabər mənfi 3. Kökləri cəmi isə edər mənfi 5. Doğru cavab C variantı. Növbəti 79 nömrəli sualda isə iki tərəfdə də loqaritmadır. Siz 2 LC x plus 5 olduğu kimi saxlayın. LC 4-ün yerinə yazın. 2-nin loqaritma LC 2-nin kvadratı. 2-lər getdi. LC x plus 5 bərabərdir LC 2 və loqaritmalar eynidirsə x plus 5 böyük olmalıdır 0-dan və x plus 5-i bərabərləşdirir 2-yə. Həll etsəm görərəm ki, kökü edir mənfi 3 və mənfi 3 bu təyin oblasti ödəyir. Mənfi 3 hansı aralıqda var? Mənfi 3 mənfi 2 ilə mənfi 4 arasında var. Deməli A variantıdır doğru cavab. 80-ci sualda deyir ki, 4 loqaritm x minus 5. Baxın, 16-nı yaza bilərsinizmi ki, 2 üstü 4. Və o 4-ü önə keçir dərsiniz. 4-lər ixtisar getdi. LC x minus 5 bərabər x 2-yə. X minus 5 0-dan böyük olmalıdır. X minus 5 bərabər 2, x da bərabər edir 7-yə. 7 bu şərti ödəyirmi? Bəli, ödəyir. Deməli, A, 7, 6 ilə 8 arasındadır. Doğru cavab C variantıdır. 81-ci sualda 2 üstü 4 bölü x bərabərdir. 8 2-nin kubudur və bu da x bölü 3-dür. 3-lər getdi. 2 üstü 4 bölü x bərabərdir. 2 üstü x. 4 bölü x bərabər x-a. X kvadratımız 4-ə bərabərdir. X-imiz da plus minus 2 edər. Və doğru cavab harada var? Doğru cavab deməli Y variantında var. Baxaq növbəti 82-ci suala. 82-ci sualda loqaritma 3 plus x əsasdan 4 bərabər 2-də 1. Birinci 3 plus x hər zaman birdən fərqli olmalıdır. Yəni x heç vaxt mənfi 2 ola bilməz. 3 plus x müsbət olmalıdır. İndi gəlin tənliyi həll edək. 4 bərabərdir. 3 plus x üstü 2-də 1 yazırsınız. 2-də 1 nə deməkdir? Kök adlı 3 plus x bərabər 4-ə. 3 plus x bərabər 16-ya x 13 eləyəcək. 13 bu şərti ödəyirmi? Bəli. Yuxarıdakı deyim qeydə düşmədiyi üçün 13 olacaq testin doğru cavabı.